Yeni duet gəlir. Akşin Fatih və Aysun İsmailova dueti gəlir. Aysun xanım. Bəli, bəli. Çox qısa zamanda, çox qısa müddətdə bu günləri İnşallah qərar ki, mən verdik. Akşin bəyin qələminə çox güvənirəm. Bəs nəfəs incitsə səndən? Niyə incir ki? Nəfəs Akşin'dən başqa heç nə duet oxumuyor. Orada incirəsinə var. Bir, ikincisi mən Akşin Yox, duet azaddır. Əlbəttə. İnşallah uğurlu olar. Necə təzən dinən? Mən Akşin'lə dostluq edəndə heç nəfəs onda müğənni deyildi. Mən uzun neçəlikdə oxuyordum. Hər kəs hörmətimiz sonsuzdur. Uğurlu olsun layihəniz. Əlbəttə, amma yəni bunu nə deyəcəkdi də, onu anlamıram. Zaura İnşallah verdim. yaxın zamanda möhtəşəm bir duet gəlir. İnşallah xeyirli 14 olsun. fevrala yoxsa 8 marta? 14 fevrala Hansına qədər. çatdırsa. 14 fevrala qədər. Mən yəni onu deyə bilərəm ki, bir də gördünüz ki, sabaha hazırladı. O Bax, qədər çox məsləhətli düşərli olsun, amma Amin. Nəfəs xanımın da Pünhanla möhtəşəm dueti gəlir. Onu da qeyd Allah edirəm. xeyirli olur. Ada nəfəs mənim düşməm deyil, Yox, dostumdur. ümumiyyətlə deyirəm. Sen ne Nəfəslə diyorsan Pünhana da, Pünhan'a Akşinlə Aysun'a da uğurlar. Amin. Sen ne diyorsan Pünhan. Xeyirli olsun, uğurlu olsun, daim olsun. Amin. Allah xoşbəxt eləsin. Uğur gətirsin. Allah o işlərini uğurlu eləsin. Sizin də Amin, həmçinin uğur hamımızın gətirsin. Xeyirli olsun, düşərli olsun. inşallah.